Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun bütün əziz Azərbaycan müsəlman xalqına, Ali ibn Əbi Talibin aşiqlərinə hər vaxtınız xeyirli və bərəkətli olsun inşallah. Dünən Qədirxum barəsində danışdım. Qədirxumda ehsan vermək, bayram tutmaq, Qədirxumda bir-birimizi təbrik demək, hədiyyələri vermək, bu barədə danışdıq. Amma istəyirəm bugün ehsandan çıxaq. Yəni bu ehsanlar, bu bayramlar, bu təbriklər, bu hədiyyələr hədəf nədir? Məqsəd nədir? Məsuliyyət nədir? Niyə ən böyük bayram Allah dərgahında, yerlərdə və göylərdə Qədirxum bayramıdır? Bunu dərk etməliyik. Əgər bunu dərk etməsək, bütün bu bayramların, hədiyyələrin, itamların, ehsanların faydasız olduğunu müşahidə edəcəyik. Yəni, Əmirəl-Mömin əleyhissalamın vilayət bayramında Qədirxumun hədəfini çatdırmaq bizim ilkin vəzifəmizdir. Necə ki, Allah təbarək və teala Peyğəmbərə buyurdu, Bismillahirrahmanirrahim. Ya eyyuhar-rasul belliğ ma unzila ileyke min rabbik ve in lem tef'alu fema bellagta risalete. Vallahu ya'simuke minen nasi innallaha la yehdil kavmel kafirin. Ya Resulallah, eğer sen bu emri ve vəhyi və vilayəti çatdırmasan, sanki heç bir iş görməmsən, 23 il zəhmətin bada gedəcək və bu ayə bizim barəmizdə də tətbiq olunur. Yəni, ey o kəslər ki, Əmirəl-Mömin əleyhissalamın vilayət bayramını tutusunuz və bu vilayət bayramında bir-birinizə təbrik deyirsiniz və özünüzü müsəlman və əhl-i iman bilirsiniz. Əgər Qədirxumun mesajını çatdırmasanız, vilayət və imamət və itaət və ilahi hakimiyyət mevzusunu insanlara çatdırmasınız, sanki heç bir iş görməmişsiniz. O qədər namazlar, ibadətlər, ziyarətlər, həc, Kərbəla, cihad, müqavimət, bütün bunlar aradan gedəcək. Heç bir iş görməmişsiniz. Bütün bunların nəticəsi olmalıdır. Hədəf namaz qılmaq deyil, hədəf oruç tutmaq deyil, hədəf ziyarətə getmək deyil, hədəf ehsan vermək deyil, hədəf xums və zəkat vermək deyil, hədəf Hacı Kərbəlayı Məşədi olmaq deyil. Hədəf budur ki, bütün bunların gülləsində, zirvəsində dayanan ilahi hakimiyyət və Hizbullahın yeryüzündə vilayəti bərqərar olsun. Yəni, əgər biz də bu imamət və vilayət mövzusunu və Hizbullahın yeryüzündə hakimiyyət zərurətini və bunun üçün hərəkət etmək vəzifəsini insanlara çatdırmasaq və özümüz bunu dərk etməsək, yəni heç bir iş görməmişik. Namazlarımız, oruclarımız, itaətimiz, həccimiz, ziyarətlərimiz hədərə gedib nəticə verməlidir. Bütün bu namazlar ləbbeyk Allahümmə ləbbeyk ki, həcdə səsliysən, Kərbəlada ləbbeyk ya Hüseyn səsliysən, Qədr gecəsində Qur'anı başa qoyursan, gərək nəticə verməlidir. Gərək Qur'an bu yer üzündə hakim olmalıdır. Qur'anın düsturları qanun olmalıdır. Konstitusiya olaraq yer üzündə icra olunmalıdır. Bunu kimlər etməlidirlər? O kəslər etməlidirlər ki, Qədirxumu qəbul edirlər, Qədirxumu bayram tuturlar. Həzrəti Rəsul-i Əkrəm Qədirxum günündə elə bir qatarı yola saldı. Bu qatar hərəkət edir və hərəkət edir, zuhura qədər hərəkət edir. Həzrəti Rəsul-i Əkrəm Qədirxum günündə bir binanın qurulması üçün binövrə tökdü və öz etibarını qoydu. İnsan istəyir, məsələn, bir məktəb tiksin, əvvəl gəlir, kart paylayır. Bu kart paylamağın bir dənə şərti var. Bu insanın özünün etibarı olsun, dəyəri olsun. İnsanlar ona inansınlar. Peyğəmbər öz bütün etibarını, bütün heysiyyətini, abrını qoydu Allahın imamət və vilayət əmrini insanlara çatdırmaqda. Və Allah təbarək və teala
Peyğəmbərinin də bu vəzifəni icra etmək üçün buyurdu ki, sən narahat olma. Çoxları müxalifət edəcəklər, qarşında dayanacaqlar, fitnə törədəcəklər, İslam ümməti arasında böyük ixtilaflar salacaq. Amma Allah Təbarək və Teala sənin risalətini və sənin vücudunu və sənin bu mesajını, imamət və vilayət mesajını özü qoruyub saxlayacaq. Yaxşı, Peyğəmbər ki, öz abrunu qoydu və insanları dəvət elədi, beyət etsinlər vilayətlə və ilahi hakimiyyətə ləbbeyk desinlər və özlərini məsul bilsinlər ki, bu dövləti qoruyub saxlasınlar. 124 min Peyğəmbərin zəhməti nəticəsində qurulan İslam hakimiyyəti bütün dünyaya yayılsın və ilahi ədalət və insanların kəraməti yer üzündə bərpa olunsun. Gəldilər, etiraz etdilər. Dedilər, ya Resulallah, dedin, həccə gedin. Dedik, gözümüz üstündə qəbul edirik. Zəkat verin, xums verin, namaz qılın, oruç tutun, qəbul elədik. Etiraz eləmədik. Bunlardan biri kim idi? Nu'man ibn Haris Fəhri idi. Gəldi Resulullah'a bu etirazı elədi. Dedi, ya Resulallah, hər nə dedin əməl etdik. Cihad hökmləri gəldi. Pulunuzdan verin, canınızdan keçin, hicrət edin. Bütün bunları qəbul etdik. Din budur. İslam budur. Biz bunları qəbul etdik. Amma indi sən gəlmişsən bir dənə cavanı, bu əlini bizə hakim seçirsən, bizə vəli seçirsən, bizə imam seçirsən, istəyirsən bu İslam hakimiyyətini davamlı edəsən. Sənin vəzifən buydu ki, bu İslam hakimiyyətini ki qurdun, bunun vasitəsilə müşriklərlə mübarizə edəsən və bu fürsətdən istifadə edib İslamın düsturlarını, qanunlarını, fiqhi məsələləri, namazı, orucu, həcci, ziyarəti, xumsu bizə çatdırasan. Yaxşı, indi ki bunu çatdırdın, daha özümüz bilərik bunu necə əməl edək. Lazım deyil ki bu dövlət davam eləsin, bu hakimiyyət davam eləsin. Özümüz bilərik, kimi seçərik, kimdən itaat edərik. Əsas budur ki, sən bizə gəlib çatdırmışsan, biz də müsəlmanıq, namaz qılırıq, oruç tuturuq və bunlara imanımız var. Sən ki əlini təyin elədin, bu Allahın hökmü idi, Allahın seçimi idi. Peyğəmbər buyurdu ki, bəli, dedi, əgər bunu Allah seçibsə, göydən başıma daş yağsın və mən əzab olum. Quran ayəsi nazil oldu. Bismillahirrahmanirrahim. Səələ səilun bi əzabin vaqih. Lil-kafirinə leysə ləhud-dafi'. Bir nəfər əzab istədi. Peyğəmbərdən əzab istədi və biz əzabı göndərdik. Dedi ki, göydən daş yağsın, bir daş düşdü bunun başına, orada öldü. Peyğəmbər öz etibarını qoydu ki, insanlar inansınlar. Əgər xutbəni siz başdan ayağa oxuyun, Peyğəmbər vilayəti və ilahi hakimiyyətin davamında Əmir-əl-Mömin əleyhisselamının rəhbərliyini insanlara çatdırmaq üçün əvvəl özünü gətirir meydana. Deyir, mənə nə qədər inanırsınız? Nə qədər məni sevirsiniz? Nə qədər məndən itaat etməyə hazırsınız? İnsanlar bir-bir cavab verirlər. Xülasəsi budur. Ya Resulallah, biz səni qəbul edirik, səni özümüzdən çox istəyirik, sənə hər şeydən üstün bilirik və sənə inanırıq və səndən itaat etməyi özümüzə vacib bilirik və sənə hər bir söz bizə deysən Allahın tərəfindəndir. Peyğəmbər buyurdu, indi ki siz məni özünüzə vəli, imam, rəhbər, peyğəmbər qəbul edisiniz və itaati özünüzə vacib bilirsiniz, mən kuntum mevla fəhazə əliyyum mevla. Hər kəs mən onun mevlasıyam, imamıyam, başçısıyam. Bu Əli də onun başçısıdır və imamıdır. Və Peyğəmbər bu binanın binövrəsini tökdü. Baxın əzizlər, biz Qədirxum günündək bayram edirik. Gərək bir ab-ı hava yaradaq ki, Aşura günündə əzadarlığımızla,
sinəyə vurmağımızla, ləbbeyk ya Hüseyn deməyimizlə, göz yaşlarımızla bu ab-ı havanı yaradır. Necə ki Aşura günü biz deyirik, kaş bu dəm olaydı Kərbəlada, İmam Hüseyin əleyhissalamdan müdafiə edərdik, əhl-i hərəmdən müdafiə edərdik, canımızı İmam Hüseynə fəda edərdik və bu düşüncəyə gəlib çatmışıq ki, bunu təkcə dildə deməklə deyil, Aşuraya qayıtmaqla deyil, bugün də Aşuralarımız var, bugün də Kərbəlamız var, hər gün bizə bir Kərbəladır və Səhra-i Kərbəla bugün bizim ölkəmizdir, bugün Fələstindir, bugün Qəzzədir və biz bugün gərək öz vəzifəmizi yerinə yetirək. İmam Hüseyin əleyhissalamla beyət edirik. Yəni, əlhəmdülillah, Aşura məktəbində bu ab-ı havanı biz yarada bilmişik. İnsanlar Aşura günü və əzadarlıqla bu düşüncəyə gəlib çatsınlar ki, Allahdan istəsinlər, biz istəyirik İmam Hüseyin əleyhissalamla olaq. Bugün vəzifəmiz nədir? Bu düşüncəni, bu ab-ı havanı, bu şövqi gərək Qədirxum bayramında da yarada bilək. Yəni Qədirxumda bayram edənlər, ehsan verənlər, hədiyyələr verənlər, hədiyyələr alanlar, bir-birlərini təbrik deyənlər gərək bu düşüncəyə çatsınlar ki, kaş biz Qədirxumda olardıq, Əmir-əl-Mömin əleyhissalamla beyət edərdik, Əmir-əl-Mömin əleyhissalamın haqqından müdafiə edərdik və onun hakimiyyətinin bərpası üçün şəhid olardıq, canımızı təqdim edərdik və bu nəticəyə də çatmalıdırlar ki, bugün də zamanənin Əmir-əl-Mömin əleyhissalamı, Ali ibn Əbi Talibin balası Həzrət Hüccət ibn Həsən İmam Məhdi əleyhissalamdır. Və bugün onun naibi, vilayət fəqih sistemi, bu vilayətin davamı, bu vilayətdən qaynaqlanan bu sistem bugün mənim zamanəmin Hüseyin ibn Əlisi kimi gəlib meydana. Və mən gərək bu binövrəni ki, Peyğəmbər Qədirxumda tökdü ki, bir bina tikilsin və bu bina Kərimə dövləti binasıdır və bu bina yer üzündə qurulmalıdır. İnsanlar və bəşəriyyət nicat tapsın. Mən də gərək bir iş görəm, mən də hərəkətə keçəm. Peyğəmbər bu binanın binövrəsini tökdü. Yaxşı, bu binanı kim kamilləşdirəcək? Kim bu məktəbi tikəcək? Kim yer üzündə bu dövlət-i kəriməni hakim edəcək? Mələklər göydən gəlib bu işi görəcəklər. Xeyr. Tamaşa etmək haramdır. Tamaşaya durmaq axmaqlıqdır. Tamaşaya durmuşam, bir bina tikilsin, mən bundan gedim istifadə edim. Bunu o kəslər edirlər ki, bunu bilmirlər. Məqsəd nədir? Hədəf nədir? Milyardlarla insan yer üzündə var, bilmirlər. Hədəf, məqsəd nədir? İmam-ı zamanı tanımırlar, vilayəti dərk etməyiblər, imaməti dərk etməyiblər. Onları nicat vermək üçün bu bina tikilməlidir. Amma o kəs ki, bunu dərk edir, haqqı yoxdur, tamaşaçı qalsın. Gözləsin ki, bəli, bir gün bu Kərimə dövlət binası tikilər və bu binanın içinə və bu behişdən istifadə edər, bu ədalətdən istifadə edər, bu insani kəramətdən istifadə edər. Sənin vəzifən odur ki, sən bu vilayəti qəbul etdin və ləbbeyk dedin Əmir-əl-Mömin əleyhissalama Qədirxumda, sən qollarını çırmalayasan və bir fəhlə kimi, bir mühəndis kimi nə bacarırsan, girəsən bu binaya və bu binanı təkmil etmək üçün, kamilləşdirmək üçün hərəkətə keçəsən. İntizar bu deyil ki, baxıb gözləyəsən, kimsə bu binanı tikəcək və sən bundan istifadə edəcəksən. Bacardığın qədər bu yolda tər tökməlisən, can qoymalısan, mal qoymalısan, bu yolda söz eşitməlisən, əziyyət olmalısan, amma bilirsən hədəf nədir? Hədəf yer üzündə Hizbullah vasitəsilə, Allahın təşkilatı vasitəsilə ki, sən də o təşkilatın bir üzvüsən və seçilmisən və Ali ibn Əbi Talibin vilayət minnəti sənin başına qoyulub və sən Qədirxumda buna həmd edirsən və şükr edirsən, sənin vasitənlə bu bina təkmil olacaq.
Ona görə biz gözləməməliyik. Kimlərsə bu binanı tikəcək, biz də bundan istifadə edəcəyik. O kimlər sənsən. Sən ki bu vilayəti dərk etmisən. Sən ki Qədirxumu bayram tutsan. Bəs əzizlər, bu Qədirxumda ehsan verildi, bayramlar tutuldu, təbriklər deyildi, qardaşlıq əhdi peymanları bağlandı. Bundan sonra məsuliyyət qəbul etmisən. Məsuliyyət qəbul etmisən. Kərimə dövləti zərrə-zərrə sizin zəhmətləriniz nəticəsində, şəhidlərin qanı nəticəsində qurulur. Və sən o hədəfə doğru gedirsən, o amal və arzunu yerinə yetirirsən ki, 124.000 peyğəmbər o günü arzu edirdilər. Şəhidlər o arzu ilə şəhid oldular. Kaş biz də olardıq, o günü görərdik ki, bu bina kamil olur və Həzrət Hüccət ibn Həsən zuhur edir. Və inşallah sizlər o günü görəsiniz və Həzrət Hüccət ibn Həsən siz dua etsin, gözəl bayramınız olsun. Mən də sizə təbrik deyirəm Qədirxum bayramını. Məni də dua edin. İnşallah Allah bizi bu yolun şəhidi qərar versin. Məsuliyyət ki boynumuzda var, düzgün şəkildə həyata keçirdək və Əmir-əl-Mömin əleyhissalamın yanında üzü qara olmayaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.